Gəlmişdim İradə doktorun qəbuluna. Neçə vaxt elə ağrılarım var idi. Doktor indi mənə dedi, nə etmək lazımdır? Gedib MRT çəkdirməliyəm, hə doktor? Hə, mütləq. Artıq sizdə həm kifoz əlamətləri gördüm. Eyni zamanda yana yıxılma, çiyin düşdüyünə görə, yəni yuxarı ətrafın yükü bel nahiyəsinə düşür və çiyinlərdə yaranan bədən tarazlığının pozulması bel nahiyəsində ağrılara səbəb olub, həm də boyun nahiyəsində ağrılara səbəb olub. Buna görə də əllərdə keyləşmə var. Əllərdə keyləşmə varsa, qarın boşluğuna aşağı ətrafa ağrılar vurursa, artıq bizə ön yan proyeksiyadan başqa həm də boyun və bel omanın MRT-si lazımdır. Biz adicə rentgendən biz sıxılan sinirləri görə bilərik. Amma kanalın içində onurğa beyninə baxandan sonra sizin kifozunuzu və skalyozunuzu rahatlıqla tam düzəltmək mümkün olacaq. İnşallah doktor, inşallah.